Nuraya xanım, çox belə incə bir mətləbə toxundunuz. Dünya bunun üzərində hələ də işləyir ki, nəyə görə bunlar artıb. Təsəvvür eləyin ki, 1985-ci ildə mərhum Adilə xanım Namazova, akademik, bizə skoliozlu xəstə göstərə bilmədi. 87-ci ildə? Yox, 85-də mən institutu qurtarmışam. 84-də, 83-də skoliozlu xəstə göstərə bilmədi. Biz kitabdan oxuduq. Tələbələrə skoliozlu xəstə tapıb göstərə bilmədi Azərbaycanda. Bəli, biz kitabdan oxuduq. Bu faktdır. Kitabdan oxuduq. Kifozlu skoliozu. Bütün Gülnar xanım, tərcümə edin professorun dediklərini David bəyə. Bütün autizmli xəstələrdə, bütün necə deyim, nevroloji statusu olan xəstələrdə, serebral iflic olsun, Friedreich ataksiyası olsun, autizm olsun, bunların əksəriyyəti yox, 99,9%-də kifoz ya da skolioz var. Bugünkü gün 10 dənə uşağa baxaramsa, onun 9-unda mən aşkarlayacağam. Siz təsəvvür eləyin ki, bəli. Siz təsəvvür eləyin ki, biz Tovuzda internat məktəbində 60 uşağı bir gündə müayinədən keçirdik. Klinikadan bütün kollektiv getmişdik. Və 60 uşaqdan birində skolioz kifoz tapmadım. Tovuzda? Tovuzda. İnternat məktəbində. Niyə sizcə? Niyə? Çünki onlar daimi hərəkətdədirlər. Və telefon və planşetdən daimi hərəkətdədirlər. İndi bir məsələyə toxunacağım. Tutaq ki, indiki zamanda deyirik ki, skolioz kifoz çox yayılıb. Bəs neyniyək? Nevroloji status olanlarda da 99,9% əyrilik var. Bəs nə edək? Bəs nə edək? Burada valideynlərin hər birini bizə o sualla baxır. Təsəvvür eləyin ki, valideyn elə fikirləşir ki, klinikaya gələn kimi sehirli çubuğumuz var. Bu düzələcək, ondan da daha bu iş bitdi. Necə ki, Berdavid mərkəzdən gəlirlər, sehirli çubuq var. Necə ki, orada təkrari kurslarla nəticə əldə olunur. Eynən də bizdə elədir. Bizim elə o ilk sualımız idi, gələn kimi deyirlər, nəticə nə vaxt görəcəyik? Amma burada bir nüans var. Valideynlər fikirləşir ki, yaxşı, biz eyni vaxtda bir neçə valideyn klinikaya daxil olduq. Niyə bir kursa o uşaq sağaldı, tam normala gəldi və ikinci kursda da möhkəmlənmə elədiniz. Doktor, o uşağı buraxdınız 6 ay getsin, 6 aydan sonra kontrola aldınız ki, 6 aydan sonra mən bir də baxacam. Çünki saxlayıcı müalicə kursu var, saxlayıcı möhkəmlənmə var və sonra 3 il 6 ayda bir saxlayıcı dövr var. Aydındır. Düzdürmü? Kontrola götürürük. Bəs niyə mən onun uşağı sağaldı, getdi, dedin 6 aydan sonra gəl. Ancaq mənə dedin ki, 1 aydan sonra buradasan. Burada bir nüans var. Əgər arxa tinlər, deməli fəqərənin cismi, yan çıxıntısı, arxa çıxıntısı, arxa çıxıntı rotasiya veribsə, gövdədə rotasiya varsa, burulma varsa, istər ki, döş fəqərələrində tarakalda qabırğa deformasiyası, istər lumbar nahiyədə gövdənin burulması, o mütləq təkrar müalicə götürməlidir. Bəzən isə progresiv inkişaf edən forma var ki, biz Almanya üsulu bilirsiniz, Ketrin-Şrotla işləyirik. 3 ölçülü skoliozun müalicəsi və öz müəllif üsulumla, düzdürmü? Bəli. İradə xanım, çox xahiş edirəm, professor. Reklamlardan sonra davam edə bilərik mi? Buyurun. Reklamlara ayrılaq əziz tamaşaçılarımız.